görürsünüz məni afuş deyə. Heç kəs. Bak Sevcan'a bak. Öyle ne güzel pozlar veriyor, verdiği pozlar. Veremem. Sevcanın arkadaşları. Necəsiz? Çok yaşayaz. Çox gözəlsiz hər biriniz. Sevcan mənim illərimin dostudur, illərimin arkadaşıdır. Sevcanı 7 il bundan öncə tanıyıram. Türkiyədən demək olar ki, ilk Türkiyəyə ayağımın dəyməsinin səbəbkarı o olub. Çünki onunla birlikdə o qədər gözəl işlərimiz olub ki bizim. O qədər gözəl işlərimiz olub ki, Sevcanla bayaqdan keçmişdən danışırıq. Deyirəm Sevcan, yemək yeməyə belə inanın Allaha zamanımız olmayıb. Çox zəhmətkeş insandır. Biraz çətinliklərdən keçdi, amma olsun. Olsun, yenə də bir aradayıq. Hər zaman bir yerdə olaq. Sevcan soruşsaz ki, kimdir qızlar? Mən o vaxt alış-verişlə məşğul olduğum zamanlarda uşaqlarımı aylarla evdə qoyuram. Bəzən mənə deyirlər ki, sən hazır gəldin, qondun, belə şey oldu. Ancaq birdən-birə para yedin, birdən-birə varlandın, pullandın. Amma Sevcan, ən zəhmətkeş günlərimin şahidi sən olmusan. Necə günlərdən keçmişik Sevcan? Bax, bir dənə dinəndə xahiş eləyirəm. Zor. Çox zor. Çok zor. Ama güzel. Güzel. Yaxşı ki var idin sən mənim həyatımda. Azərbaycanın ilk təyyarədən endiyimdə Sevcangildə olmuşam. Heç bir zaman onları itirmərəm. Heç bir zaman ona elədiyi əziyyəti itirmərəm. Çox sevirəm özünü də. Türkiyədə yaşayır. Dedim izləyicilərim də bir görsün, səni tanısınlar. Yaxşı ki varsa. Daim olsun sevgimiz. Deməli qızlar, hal-hazırda Sevcanın bütün rəfiqələri yığışmışıq Sevcangilin balkonlarına. Danışıram keçmişdən. Düşünə bilirsiniz, mən illər öncə alış-veriş edirdim Türkiyədən, brend məhsullar gətizdirirdim, Azərbaycanda satışını həyata keçirdirdim. O vaxt Sevcan mənim burada çox köməyimdə dururdu. Çünki mən zaten onunla hər şey danışırdım, o həll edirdi, alırdı, mənim üçün karqoluyurdu, yolluyurdu Azərbaycana. Və mən bura gəldiyimdə də eyni ilə kolilər eləyirdi ki, belimizin ağrısından ölürdük. O fıtıq deyirlər, belimizdə fıtıq çıxmışdı, yadında Sevcan. Belimdə qrija əmələ gəlmişdi. Eminlə mənim, sıqamın biri yoxsa baxmayın buna, ev yox. Yəni ki, çox gözəl günlər idi, xoş günlər idi, zəhmət çəkilən, yəni o günlər heç bir zaman unudulmaz, heç bir zaman da unudulmayacaq. Yaxşı ki də o günləri yaşamışam, yaxşı ki də o əziyyətlərə, o zəhmətlərə qatlanmışam. Danışdıqca da o qədər belə həssas yanaşıram, belə kədərlənirəm. Deyirəm ki, nə bilim, Allaha qurban olum. Yaxşı ki də var, olub o günlər. Yaxşı ki də beynimizin yaddaşında həkk olunub qalıb. Uşaqlarımı aylarla görmürdüm, Qoyurdum ki, pişimin yanında, gəlirdim burada çalışırdım. İşlərimizi yoluna, sahmanına qoyurduq. Elə olurdu ki, biz özümüz burada qalırdıq və uşaqlara evə göndərirdim bütün məhsulları. Oradan həll edirdilər. Hamısını yeznəm sağ olsun, bacım sağ olsun, kipiş sağ olsun, köməkli göstərirdilər mənə. El birliyi ilə özümüz üçün bir balaca ailə biznesi qurmuşduq. Yəni bunları siz görməmisiniz. İndi siz belə çiçək açmış Arifəni görmüsünüz. Amma o vaxt çiçəklənən Arifəni görməmişdiniz. Dedim danışın, xəbəriniz olsun. Amma deyəsən danışmışam da, sual cavabda sizlər də bildirmişdim bunu.